Herkese salam və kanalıma xoş gəlmisiniz. Mən blinçik hazırlayacağım indi və sizə göstərim hansı ingredientləri işlədirəm. Blinçika deməli süd, biraz duz, şəkər, bir dənə yumurta, getdiyi qədər un və bir stəkan su əlavə eləyirəm və əlbəttə ki vanil və soda unutmuşam. Ya qabartma tozu, ya soda. Mən qabartma tozu almıram. Çünki məndə evdə soda var. Sodanı qatıram, limonun içində qarışdırıram soda ilə və qatıram hər bir xəmirə. Vəssalam. İndi mən tez blinçikimi hazırlayım, xəmiri yığım, sonra sizə qayıdacağım. Siz görün nə qədər blinçik hazırladım və davam eləyirəm. Bu dəfə xəmiri çox eləmişəm, çünki uşaqlar evdədirlər və səhər yeməyindən sonra arada gəlirlər. Nəsə atışdırmalı istəyəndə oturub blinçik yeyirlər. Qalsa blinçik ziyanı yoxdur. Mən nəsə tapacağım, ya tvarog, ya da ki ət tez bişirəcəm və blinçikin arasına dolduraram. İki tərəfdən qızardaram, ortaya qoyaram süfrəyə. Uşaqlar belə də yeməyi xoşlayırlar. Düzdür, tvarogla sevmirlər. Tvarogla özüm üçün düzəldəcəm. Uşaqlar ətlə qəşəng yeyirlər. Belə. Keçən vloqda bir neçə vlog bundan qabaq daha doğrusu sizə göstərmişdim nə ilə blinçik çevirirəm. Belə bir şpaşka götürürəm. Çox rahatdır, çox yaxşıdır. Blinçik qırılmır. Bütöv alınır. Belə hər tərəfdən qıraqdan belə qopardırıq və sonra əlimizlə çeviririk. Düzdür, əgər siz isti blinçika toxuna bilirsinizsə, onda belə eləyin. Bu daha yaxşı üsuldur. Bir əllə eləmək rahat deyil. Baxın belə, gördünüz, bütöv necə çıxdı. Çox qəşəng bir lifehackdır. Mütləq sınayın. Bununla eləyəndən sonra daha lapatka ilə işləmək istəməzsiniz. O silikon lapatkalar olur. Onunla işləmək istəməzsiniz. Çünki bu daha rahatdır. Bura duru yağı tökmüşəm. Belə bir konteyner götürdüm və bura tökdüm. Bir neçə gün bundan qabaq 5 litr yağ götürmüşəm. Qabı da böyük və balaca qabda tökməyi yoxumdur da. Həmən o qabdan 5 litrlikdən tökməyə biraz rahat deyil mənə. Çox çıxır yağında. Elə olur ki, tökülür qıraqlardan. Amma buna tökürəm, bundan mənə rahatdır. Adətən başqa bir köhnə qalan qabları atmıram, 1 litrik olan. Atmıram, onun içinə tökürəm və sonra belə işlədirəm. Amma unutmuşdum və götürdüm, atdım və ona görə başqa qabım yoxdur deyə bunu işlədirəm. Bilirəm, yağlar üçün belə butulkalar satılır. Şüşəli 1 litrlikdir, yoxsa yarım litrlikdir. Mən görmüşdüm, amma mənə rahat deyil. Xoşlamıram mən o butulkanı. Çünki o hər dəfə yağ süzülür, quruyur. Yapışqan olur. Hər dəfə onu təmizləməlisən, yumalısan, bezdiricidir və onun içinə tökməyə rahat deyil, çünki onun ağzı belə balacadır. Ona görə o butulkaları sevmirəm və ona görə almıram. Mən görmüşdüm. Mənə daha belə rahatdır. Düzdür, bunda heç vaxt tökmürdüm, birinci dəfədə tökürəm. Adətən köhnə yağlar qalır, qutaranda o butulkaları atmırdım. Amma bu dəfə nəsə atmışam, eybi yox. Hələlik bunu işlədərəm, sonra gedib 1 litrik alaram. O bitəndən sonra onun içinə tökürəm. O yağ qabı da pis hala düşəndə, pis görsənəndə onu atıram. Təzdən gedirəm, 1 litrik yağ alıram və onu işlədirəm. Biraz az tökmüşəm xəmiri, ona görə blinçik belə oldu. Çünki bir əllə işləyəndə belə olur da, rahat deyil, eybi yox. Nəysə, mən davam edeyim blinçik hazırlamağa. Çayım artıq qaynadı, dəmlədim. Mən qaynayan çayı, suyu daha doğrusu çaynikdə saxlamıram. Çünki tez soyuyur. Termosa tökürəm, mənə belə rahatdır. Belə, nəysə blinçiki hazırlayım. Sonra sizə sonuncu variantı göstərəcəm. Uşaqlar artıq yavaş-yavaş dururlar və biz birazdan səhər yeməyi eləyəcəyik.
Soyuducuda belə bir meyvələr tapdım. Hərəsindən biraz yeyilmir. Çoxdan da bunları almışıq və atmağa hayfım gəlir. Xarab olmayıb, amma oje büzüşür də. Görürsüz, alma büzüşdü. Atmağa hayfım gəlir. Ona görə bundan kompot eləyəcəm. Bir dənə heyva var, sonra biraz ərik var, 4 dənə, sonra qəşəng dadı olmaq üçün bu əlbəttə ki azdır və soyuducuda, buzluqda daha doğrusu məndə göyəm var, mamam vermişdi mənə və onu da əlavə eləyəcəm. Onda dadı çox qəşəng olacaq. Belə, nəysə bunları hamısını doğrayım. Pis olan tərəflərini kəsib tulayacağam. Qalanı isə xırda-xırda doğrayacağam. Belə yekə qazanda kompot düzəldəcəm. Sonra butulkalara tökəcəm və soyuducuya qoyaram. Uşaqlara nəsə içməli, nəsə istəsələr, kompotdan, zaddan, sokdan kompotu götürüb içsinlər. Belə. Ну, вот это томат, он там есть, это выброси. А зачем? Это что, обратно пойдет, да? Это томат почисти, а его обратно положи. Набери, потом ложь, что не клади в руку. Брат, морозилки есть этот. Контейнер с фруктами, дай мне. Морозилки. Там. Спасибо. Сейчас я этот компот положу. Диран, долго почти, это мешай, да? А? Еще туда нас кипит, потом туда зелень, да, нас. Все, поставь. Kompot artıq qaynadı və söndürdüm altını. Görürsünüz, rəngi də necə dəyişdi. Qəşəng oldu. Belə açıq rozvu rəngdə oldu. Burada da 4 dənə alma qaldı. Bunu indi birazdan doğrayacağım və uşaqlara verəcəm, yesinlər. Şəkər. Həqiqi, baxmadın neçə dənə?
miydi? Ой, чувак, ты взял руки, тоже нельзя спать. Спасибо, раньше самый толстенький. Угу. Стик. Он мне больше всего беленький понравился. Костеляра. Белый самый старший. Да? По нему понятно. Tamam akşam Məndə evdə təmizlik işi gedir. Bir həftə evdə yox idim və ev tozun içindədir. Pəncərələr açıq idi deyə bir neçə gün külək olmuşdu və ona görə indi evi səliqəyə salmalıyam, polları siləcəm. Bu divanın pakırvalıda istədim maşına atım, orada bir yarım saat yuyum, yaxalasın və atım da tez bazar qurusun. Amma sonra düşündüm ki, yox, burada balaca belə vannaçkada biraz paraşokda saxlayım, sonra yaxalayım, asım. Görün necə çirkli sudur. Elə bir ki, pol silən əski yumuşam burada. Dəhşət çirkli sudur. Bilmirəm bu belə çirklidir, yoxsa rəngi çıxır bunun. Başa düşə bilmirəm. Dəhşətə sadəcə gəldim. Amma tozluydu bu, çünki çırpmışdım. Nə qədər toz çıxmışdı bundan. Amma yenə də belə su məndə ancaq pol siləndə çıxır. Dəhşət. İndi bu suyu töküm. Təzə su düzəldim, paraşoklu su təzə düzəldim. Əslində bunu artıq atmaq lazımdır, çünki bu çox pis materialdır. Bunun o biri tərəfi görürsüz, nazik belə qubqa kimi var və o ucu belə olub da, pis günə düşüb. Bunu arada oturub sökürəm və hər yer belə xırda-xırda qubqa olur. Bunu əslində ucu atmaq lazımdır, sadəcə başqa bir şeyim yoxdur deyə, ona görə məcbur hələ ki bunu sərirəm. Belə, nəysə, bu biabırçı suyu indi töküm. Təzə su düzəldim, biraz islansın və sonra atım ipə tez qurusun. Quruyana kimi gedim zivanı silim, nəm əski ilə və polları. İstəyirəm xalçanı yığışdırım, ucu hava çox istidir. Görüm, əgər gücüm çatsa, xalçanı yığışdıracam. Belə, nəysə, gedim iş görüm. Buranı səliqəyə salacam indi. Gülləri hamısını aparmışıq mamamgilə. Çünki biz bir neçə gündən sonra Gürcüstana uçmalıyıq və ona görə güllərə baxan olmayacaq. Mamama apardım ki, mamam baxsın. Bunları indi hamısını yumaq lazımdır. Bunları götürmədi, çünki gülləri çölə qoymuşuq və ona görə bunlar qaldı evdə. Bunları indi yum, buranı da səliqəyə salım. Hər yer toz basıb, evdə olmamışam deyə. Dəhşət ev buzludur. Polları silirəm, уже ikinci dəfədir. Oranı yığışdırdım, təmiz elədim. Burada stulların çuxollarını sökdüm. Atmışam maşına, yuyulur və indi stulları da təmizləmək lazımdır, silmək lazımdır, tozludur. Uşaqlara deyəcəm ki, özləri silsinlər. Bir dənə burada pol qurusun. Ondan sonra uşaqlara verəcəm nəm əski. Nəm əski ilə stullarımı səliqəyə salsınlar. Polları silim, qutarım, sonra üçüncü dəfədə pol silim və salam. Xalçaları yığışdırıram. Xalça daha sərməyəcəm, çünki çox istidir.
və nəhayət ki, mən bu xalçaları yudum, qurtardım. Hamısını çıxartmışam çölə. Evdə bir dənə də xalça qalmadı. Hamısını gətirdim. Vanişla qəşəng təmizlədim. Keçən il ayda uçdum. Keçən il xalçaları yumuşdum. Bu il qərara gəldim ki, xalçaları yumayacağam. Çünki təmizdir. Vanişla təmizlədim. Ləkələr yox idi. Elə belə təmizlədim. Sonra axırda bunları yığanda biraz döyəcəm xalçaları, sonra yığaram. Все. İşim bitdi. Bu balaca xalçaları uçur deyə biri uçdu. Gedim onu gətirim və bu balacanı da hamam tualetdən gətirmişəm. İstədim bunları paltar yuyana atım. Sonra yadıma düşdü ki, təzəlikcə onları yumuşdum. Ona görə elə belə vanişla üstündən keçdim. Corabların o yumru-yumru şeylər qalır da. Corabın parçası belə yumru-yumru olur, üstündə qalır. Yoxsa belə xalçalar təmizdir. Belə, nəysə, nəhayət ki, bitirdim. Bunu aparım evdə sərim. İpdən sərim. Bunu da bir də o birisini gedim gətirim. İpdən sərim. Bunlar isə qurusun. Sonra yığacam yoldaşımla birlikdə. Yığarıq bunu və salam. İndi elə yaxşı, rahat olur ki mənə. İstədiyim vaxtı polları siləcəm. Hətta gündə 2-3 dəfə polları silirsən, rahat, heç bir xalça sənə mane olmur. Belə. Meyvələr qalmışdı süfrədə. Heç kim onu yemirdi və ona görə dedim, bunu kompot düzəldim. Hayıfdır, çünki uca büzüşmüşdü, pis günə düşmüşdü. Burada nə istəyirsiniz var. Həm alma, armud, şaftalı, ərik və buzluqda məndə malina qalmışdı. Onu da hamısını bura qatdım və belə bir kompot alındı. Şəkər qatmışam və soyuyandan sonra tökdüm bura butulkaya. İndi bunu qoyacağım soyuducuya. Və все. Bunu isə atacağım, çünki bunu heç kim yeməyəcək. 200 Все, давай. Ой, да я богатая. Нравится. Вот это я богатая. 4. Раз, два, три, 4. Все, давай. Шанс. Давай мы стресснем. Что это опять тоже непонятно. Непонятно, что это непонятно? Тоже непонятно, ты понял. Ты же это тоже не понял. Давай. Кто-то пустить.